bu günləri dünyada, Fələstində, Qəzzədə baş verən hadisələrdir. Düzdür, zahiri atəşbəs, sülh imzalanıb, amma yenə biz orada olan cinayətlər və orada olan zülm və cəfaların şahidi və bunları bütün insanlar görür. Bütün bu şeylər insanların gözü qabağında baş verir və tarix bu şeyləri yazıb səbt edir. Bunlar yaddan çıxan məsələlər deyil. Və bu günləri də zahiri sülh müqaviləsindən sonra yenə də görürük ki, nə qədər zülm davam edir. O cür ki, yazırlar, deyirlər, bu günə qədər 7000-ə qədər təqribən maşın, azuqə, dava, dərman və ilaxır daxil olmalı idi oktyabrın axırına qədər Qəzzəyə, amma bu günləri 1000-ə yaxın, heç 1000 dənə də maşın buraxmayıblar Qəzzəyə. Və zahiri sülhdən sonra nə qədər bombardman ediblər Qəzzəni, nə qədər insanlar bu sülh müqaviləsindən sonra şəhadətə yetişib. Bu həmən cinayətkar rejimin o qaniçənliyin dünyaya göstərir. Necə deyir o, əqrəbin xasiyyəti sancmaqdır, bunların da xasiyyəti qaniçməkdir. Bunlar insanlara zülm eləməkdən doymur. İnsanları qətlə yetirmək, onları istismar eləmək, işğal eləmək, hər bir şeyin əlindən almaq, rəzil eləmək, hətta öldürmək, uşaq, körpə, qoca, cavan, qadın, kişi, hər kəsə zülm eləməkdən bunlar doymur. Bunlar Qur'an-ı Kərimdirdir, bunlar əhd-i peyman sındırandılar. Həzrəti Peyğəmbər sallallahu vaxtında da belə. Ondan qabaq ayələr var, ta vaxtımız yoxdur deyən oxumaq istəmirəm. Allah Mütəallə nə qədər əhd-i peyman bağlayıb sındırıblar. Həzrəti Peyğəmbər sallallahu əhd-i peyman bağlayıb sındırırdılar. Qur'an-ı Kərimdə Allah Mütəallə buyurur: "Əlləzîne âhəddə minhum thumma yanqudûna əhdəhum fî kulli mərrətin." Bu Bəni İsrail, ya Rasulallah, o şəxslərdir ki, onlardır ki, səndən əhd-i peyman bağlayıblar və hər bir dəfədə, kullu mərrə, hər dəfə əhd-i peyman bağlayanda o əhd-i peymanların sındırıblar və hum la yettəqun, onların qəlbində Allah qorxusu yoxdur. Onlar Allahdan qorxmazlar. Amma Allah gec-tez onları öz əməllərinin cəzasına çatdıracaq inşallah. Bu günləri də belədir. Əhd-i peyman bağlayıb, sülh müqaviləsi bağlayır, amma bu tərəfdən bombardman edir, bu tərəfdən cəmaatı qırır, bu tərəfdən cəmaatı öldürür. Nazirləri durub deyir ki, ta əsirləri ki azad elədi, ta nə əhd-i peyman? Ta Qəzzədə hər kəs var, hamısını qırğına verəyin, qətlə am eləyəyin Qəzzə cəmaatı. Nazirlərindən biridir. Ta əsirləri istirdiyi azad eləyə, ta azad elədi. Və onların böyüyü olan, böyük şeytan da bu cürədir. Dünyada onların nə sözünə, nə əhd-i peymanına, heç bir şeyinə inanmaq olmaz. Qur'an-ı Kərim, Allah bunu tarixdən bizə deyir ki, ibrət götürün.